Bugün mən sizlərə elə bir dua paylaşacağım ki, bu duanı hər vaxt axtarırsınız və pulunuzu havayı yerə verirsiniz. Ay zaşita, ay nə bilim ruzumun bərəkət yollarını artırılmaq üçün hansısa bir duanı yazdırıb üzərinizdə saxlayırsınız. Etməyin bunu. Həqiqətən etməyin. Mən bilirəm ki, çox imkansız adamlar var, elə insanlar var ki, yəni həqiqətən də bu duanı yazdıra bilmirlər. Kiməsə müraciət eləyə bilmirlər. Onun üçün də mən bu duanı paylaşıram bugün sizlərə. Bunun möcüzəsini özüm görmüşəm. Möcüzəli. Deyə bilərəm ki, ruzinin bərəkət yollarının dünyasıdır bu. Deyə bilərəm ki, sizi cadudan, sizi pisliklərdən qorunan toxunmazlıq deyirlər da. Toxunmazlıqdır, güllə batmazdır, güllə keçməzdir bu dua. Və uşağı olmayanlara gözəl bir məqamdır bu dua. Uşağı olmayanlar hətta üzərlərində saxlayırlar və yaxud da bunu yazdırırlar, yəni yazdırırlar necə? Yazdırırlar suya. Suya yazırlar, 3 gün ərzində içirlər bunu. Amma inanaraq. Mən bu duanı bugün sizlərə deyəcəm, mührü şərif duasıdır bu. Mührü şərif duası. Videonun arxasında, yəni ardında, qutaranda video bunu paylaşacağım, özünüz çıxartdıra da bilərsiniz. Oxuya da bilərsiniz. Yəni həqiqətən də özünüz görəsiniz. Bilirsiniz ki, mən sizlər üçün heç bir vaxtı yəni sınalmamış bir şeyləri paylaşmıram. Sınalmış bir şeyləri paylaşıram. Bunu bəlkə də kimlərsə paylaşıb, amma möcüzələrini sizlərə deməyibdi. Amma mən bugün deyirəm sizlərə, deyə bilərəm ki, sizin bir dünyanızdır bu dua. Həqiqətən də. Sizin sağ əlinizdir bu dua. Sizə nur gətirəndir bu dua. Ömrünüzə, gününüzə bərəkət gətirəndir bu dua. Həqiqətən də bu duanı istifadə edin bugündən. Bu videonu paylaşıram. Bugündən bu videoya baxıb bu duanı götürürsünüz, çıxartdırırsınız. Bu duanı oxuyursunuz və özünüzü qorunma altına alırsınız. Allah'a emanet olun.